Keçən dərsdə biz Word faylına imza və çarpaz keçidlərini əlavə etməyi nəzərdən keçirdik. Bu dərsdə isə biz hyperlink və əlfəcin ingiliscəsində bookmark obyektlərini Word proqramına əlavə etməyini nəzərdən keçirdəcəyik. Amma əvvəlcədən keçən dərsdə keçdiyimiz çarpaz keçidlərin yenilənməsi haqqında söhbət açacağıq. İlk orasındadır ki, müəyyən vaxtdan sonra istifadəçi faylda müəyyən dəyişikliklər apara bilər. Yəni, nəyisə ləğv eləyə bilər, nəyisə əlavə eləyə bilər. Və əgər bu yerinə yetirilirsə, çarpaz keçidlərində yeniləmək lazımdır. Gəl belə bir əməliyyat aparaq. Və burada bizdə 4 dənə çarpaz keçidlər var. Gəl bir dənəsini də yaradaq. Amma keçid başlığa yox. Deyək ki, bu səhifəyə olsun. İkinci səhifəyə keçid olsun. Bunu necə eləyirik? Belə bir cümlə yığaq. Totalizator haqqında məlumat almaq üçün ikinci səhifəyə keçin. Yəni, bu bölməni oxumaq üçün biz keçidi ikinci səhifəyə veririk. Seçdik. Keçirik. Referens ссылки tabına və burada перекрестная ссылка, yəni çarpaz keçidləri seçirik. Buradan başlıqları seçirik. Zaголовок, totalizator. Amma burada isə bu qrafada tekst zaголовка yox, yəni başlıq mətni yox, nomer straniцы, səhifənin nömrəsini göstəririk və vставить, yəni yapışdır düyməsini basırıq. Pəncərəni bağlayırıq. Kursoru yaxınlaşdırırıq. Keçidə klaviaturadan Ctrl düyməsini basırıq və sol düyməni basırıq. Muşqan. Və keçid düz alınır. İndi tutalım ki, bu bölməni biz 3-cü səhifəyə keçirmək istəyirik. Kursoru qoyuruq bura, keçirik Insert Vstavka tabına və buradan səhifələr bölməsindən Razrıv straniцы, yəni səhifəni böl əmrini seçirik. Totalizator keçir 3-cü səhifəyə. Fikir verirsiniz, 3-cü səhifədədir. İndi həmin əməliyyatı yerinə yetirsək, yəni keçid almaq istəsək, fikir verirsiniz, hər şey düzdür. Amma totalizator başlığı artıq 3-cü səhifədədir. Bizdə isə burada yazmış ki, totalizator haqqında məlumatı almaq üçün 2-ci səhifəyə keçin. Bizə isə lazımdır 3-cü səhifə. Ona görə 2 rəqəmini qaraldırıq, sağ düyməni basırıq və Obnovit pole, yəni yenilə əmrini seçirik. Və görürsünüz, artıq 2-nin yerinə 3 əmələ gəlir. Belə əmrlərlə çarpaz keçidlərini yeniləmək olur. İndi keçək bookmark yaxud əlfəcinin yerləşdirilməsinə.
Bunu necə eləyirik? Nisbətən yaşlı yaxud yaşlı insanlara belə bir şey tanışdır. Kitab oxuyanda, əgər kitab böyükdürsə, yəni çoxlu səhifədən ibarətdirsə, yəni roman oxuyanda onu bir günə qurtarmaq mümkün deyil. Və müəyyən səhifələri oxuyandan sonra, deyək ki 20, 25, 30 səhifəni oxuyandan sonra, yaxud 15 səhifəni oxuyandan sonra insan dincəlmək istəyir və kitabın arasına əlfəcin yerləşdirir. Bu xəttkeş formasında olur, amma yoğun olmur və yumşaq olur. Yəni kitabın arasında lazım olan səhifədə onu yerləşdirirsən və növbəti dəfə kitabı açanda, oxumaq istəyəndə lazım olan səhifədən oxumağı davam eləyirsən. Eyni əməliyyat da Word proqramında yerinə yetirilir. Tutalım ki, siz əlfəcini burada yerləşdirmək istəyirsiniz. Qaraldırsınız. Keçirsiniz Insert Vstavka tabına və buradan keçidlər, ссылки bölməni açırsınız və buradan Zakladka, yəni bookmark seçirsiniz. Və burada həmin əfləcinin adını verə bilərsiniz. Nə istəyirsiniz yaza bilərsiniz. Amma yaxşı olar ki, buna oxşar nəsə bir şey yazasınız. Tutalım yazırsınız. Və yazaq həmin sözü. His və most bet. Fikir verirsiniz. Bundan sonra bu məlumatı bu pəncərəyə əlavə etmək üçün bu düyməni basmalıyıq. Amma əgər belə olsa yazı görürsünüz, iki söz arasında bir dənə boşluq yaranır. Bu düymə işləməyəcək, boz rəngində olacaq. Ona görə ya onları bir yerdə yazmalısınız, yaxud aralarında belə bir işarə qoymalısınız. İstənilən bir işarə qoymalısınız ki, sözlər bir-birindən ayrılsın. Əlavə eləyirik bu pəncərəyə. Və indi bura tutalım ki, faylın əvvəlinə keçmək istəyirik. Basırıq həmin bölməni, seçirik əfləcini və burada lazım olan əfləcini seçib piriti, yəni keç düyməsini basırıq. Fikir verdiniz. Keçid baş verdi. Və əfləcinin böyründə kvadrat mötərizələr əmələ gəlir. Əgər sizdə bu alınmırsa, yəni kvadrat mötərizələr alınmırsa, onda keçirsiniz fayl tabına. Burada options, yəni parametri, doполнительно, yəni əlavə pəncərəsini açırsınız. Biraz keçirsiniz aşağı və bu bölmədə показывать содержимое dokumenta, yəni sənədin içində olan məlumatı göstər. Və burada sizdə belə olacaq. Burada bir dənə quş qoyursunuz ki, əfləcini göstərsin. Əgər burada quş yoxdursa, onda kvadrat mötərizələr olmayacaq və OK düyməsini basırsınız. Əgər olursa, onda heç nə eləmək lazımdır. İndi gəlin, tutalım ki, buradayıq. Biz buradan səhifənin əvvəlinə keçməyəcəyik. Tutalım ki, bura. Mosbet 2009-a. Qaraltdıq. Həmin əməliyyatı təkrarlayırıq. Burada yığırıq. Mosbet 2009 və əlavə eləyirik.
İndi tutalım ki biz buradayıq faylın axırında və faylın əvvəlinə keçmək üçün Mousepad 2009-u seçirik. Ya P2 düyməsini basırıq, yaxud 2 dəfə həmin həfləcinin üstündən basırıq. Görürsünüz, keçdi səhifənin əvvəlinə. İndi fikir verirsiniz keçidlərə. Əgər bu düymədən istifadə edirsiniz, keçirik ikinci həfləcinə. Yaxud belə, yəni bu düymədən də istifadə eləmək olar. Bir dəfə buradan basırsınız, bir dəfə buradan, yaxud 2 dəfə də buradan basırsınız. Və keçid əmələ gəlir. Əgər həfləcini yox etmək istəyirsinizsə, seçirsiniz və buradan udalite, yəni yox elə düyməsini basırsınız. Və keçirik üçüncü mövzuya. Üçüncü mövzu hiperlinklərdir, hiperkeçidlərdir. Onu necə yaratmaq olur? Əgər bugünə qədər keçdiyimiz əlavələr, yəni imzalar, çarpaz keçidlər, əfləcinlər imkan verir ki, sənədin içində hərəkət eləyək. Hiperlinklərin köməyi ilə biz xarici sənədləri yaxud brauzerda olan səhifələri aça bilərik. Gəliz əvvəlcə hansısa bir başqa sənədi açaq. Deyək ki, bizdə burada qovluq var, Mousepad az və biz oradan bir dənə fayl açmaq istəyirik. Deyək ki, buradan şirkətin sözünü basanda həmin fayl açılmalıdır. Seçirik. Keçirik Vstavka Insert tabına. Keçirik bura, keçidlərə və buradan Hyperlink, hipersılka əməliyyatını seçirik. Burada lazım olan qovluğu seçirik. Əgər bizdə tutalım ki, Word az qovluğu açılmayıbsa, yazıca salım ki, Word az qovluğu işçi masadadır, yəni raboçi stoldadır. Tutalım bizdə belə açılıb. Buradan seçirik işçi masanı, raboçi stol, keçirik Word aza və deyək ki, birinci dərsi açırıq. Dərs 1 interfeys seçdik. Həmin sənəd burada görsənir, ünvan pəncərəsində. Burada fikir verirsiniz, şirkətin sözü görsənir. Yəni burada nə seçiriksə, o da text, yəni mətn pəncərəsində görsənir. Bundan başqa, əgər biz istəyirik ki, kursoru həmin sözün üstünə yaxınlaşdıranda bilək, söhbət nədən gedir. Burada köməkçi düyməsini basa bilərik. Basırıq və burada mətn yazırıq. Tutalım ki, dərs 1 fayla belə yazaq. Okey, bir də okey təsdiqləyir əməliyyatı. Fikir verirsiniz. Əfləcindən fərqli olaraq hiperlink göy rənglə seçilir. Kursoru yaxınlaşdırırıq hiperlinkə və görürsünüz, yuxarıda yazılır dərs 1 faylı. Ctrl düyməsini basırıq klaviaturadan və mışqanın sol düyməsini basırıq. Və fikir verirsiniz, birinci sənəd, yəni dərs 1 interfeys açıldı. Gəl indi internetdən bir sayt açırıq. Tutalım ki, burada bu düyməni basanda Calibre.az saytı açılmalıdır. Seçdik. Eyni əməliyyatları təkrarlayırıq. Lakin burada Calibre.az saytının ünvanını yerləşdiririk. Mən bunu əvvəlcədən kopyalamışdım mübadilə buferini. Amma buradan əllə də yaza bilərdim. Yenə də burada görürsünüz, mətn, seçilmiş mətn yazılır.
Burada yenə də kömək üçün müəyyən bir mətn yarada bilərsiniz. Gəliz yazaq istəyirsiniz. Kalibr az. Belə. Okey və okey. İndi yaxınlaşdırırıq kursoru bu hiperlinkə. Klaviaturdan kontrol düyməsini basırıq və muşkanın sol düyməsini basırıq. Və artıq Google Chrome brauzerində Kalibr az saytı açılır. Ola bilsin sizdə başqa brauzerdir. Susmaya görə. Yəni Firefox da ola bilər, Yandex browser da ola bilər, Internet Explorer da ola bilər. Mən Google Chrome'dan istifadə edirəm. Ona görə məndə avtomatik olaraq Kalibr az saytı Google Chrome brauzerində açılır. Əgər hiperlinkləri yox eləmək istəyirsinizsə, onu qaraldırsınız. Sağ düymə ilə Udalit hipersilku əmrini seçirsiniz. Əgər Word proqramında həmin hiperlink açılmırsa, onda bu əməliyyat seçmək olar. Kopirovat hipersilku, yəni hiperlinki kopyalayırsınız, sonra keçirsiniz brauzera və brauzerin pəncərəsində onu yerləşdirib açırsınız. Buradan da açmaq olar. Открыть hipersilku basırsınız və görürsünüz yenə də həmin səhifə açılır. Əgər hiperlinki ləğv eləmək istəyirsinizsə, yox etmək istəyirsinizsə, udalit hipersilku. Əgər nəsə dəyişmək istəyirsinizsə, izmenit hipersilku, yəni dəyişirsiniz. Həmçinin buradan da yox eləmək olar. Əgər gəliniz burada nəsə dəyişmək istəyirsinizsə, sonra fikirləşirsiniz, yox, mən ləğv eləyirəm, həmin hiperlinki udalit silku, görürsünüz, hiperlink yox oldu. Bunu yox eləmək üçün bu hiperlinki buradan eləmək olar. Udalit hipersilku. Yəni daha bura girib oradan yox eləməyə ehtiyac yoxdur. Basırsınız, yox olur. Bugünə bu qədər. Təşəkkürlər.